Bir şey də söyleyeyim. Bu Avropalı parlamentarilər, indi onların sayı 720'dir. Bilirsiniz ki 2024-cü il seçkilərindən ta 2029-cu ilə qədər 720 deputatlar var. 15 nəfər olan sayı çoxaldı bu dəfə. Və bunların içərisində bunlar çox da sinələrinə döyməsinlər. O Azərbaycan əleyhinə qətnamə qəbul edilinə səs verənlər. Çox da sinələrinə döyməsinlər. Bilirsiniz niyə görə? Avropa parlamentinin qanunvericiliyi təşəbbüsü yoxdur. Mən bunu tam açılığı, tam səmiyyəti ilə deyirəm. Başqa ölkələrin parlamentlərindən fərqli olaraq onların qanunvericiliyi təşəbbüsünə malik deyirlər. Onlar nəyə malikdir? Onların deməli qanunvericiliyi təşəbbüsünə malikdir Avropa Komissiyası, Avropa hökuməti. Ona müraciət edirlər ki, bu və digər mühüm məsələ ilə bağlı. Xahiş edirəm bu məsələ ilə bağlı bizə qanun deməli qanunların bizi təmin eləyin. Bunlar Avropa Komissiyasından gələn o qanunlara baxırlar və müəyyən mövqeyini ifadə edirlər. Özlərinin bu təşəbbüsü yoxdur və onlar qətnamə qəbul edə bilirlər. Bu qətnamələrin, qəbul etdiyi qətnamələrin nəinki üzv dövlətlər üçün deməli onların öhdəlik yaratmır. Ümumiyyətlə bizim kimi ölkələr ki, Avropa İttifaqının ümumiyyətlə üzvü deyil, bizim üçün heç bir onun öhdəliyi yoxdur. İlman müəllim, üzr istəyirəm, hər şey öz adı ilə çağıraq da. Onda elə çıxır ki, bu böyük bir çayxanadır da və öz ölkəsinə uğur qazanmayanlar, hətta parlamentə düşə bilməyənlər gəlib yığışıb ora, heç kimə lazım olmayan tövsiyələr verirlər. Bax, indi bunların bilirsiniz yoxsa yox. Orada 27 dövlət var. Azər mənim razı deyil. İndi Azər mənim öz fikrini söyləyər, mən yekunlaşdırıram. 27 dövlətdir. Minimum 6 dövlətin minimum 6-dan az deputatı olmamalıdır, ən kiçiyinin də. Ən yuxarıda 96-dır, Almaniyada 96-dır. Bunların 20 komitəsi var. 20 komitənin müzakirə eləyirlər bu və digər məsələləri. Amma əsas nədir? Əsas odur ki, komissiya, qanunlar Avropa Komissiyasına hökumətdən daxil olur və mövqe ifadə eləyirlər. Və yeri gəlmişkən onu söyləyeyim ki, mən qanunları deyirəm, bu qanun deyil, bu qətnamədir. Bəli, bəli. Və Azərbaycanın bu günləri Avropa Parlamentinə münasibətləri indi yox, dəfələrlə pisləşib, onun günahkarı Avropa Parlamenti olub. Və bizim Avropa Komissiyası ilə münasibətlərimiz çox yaxşıdır. Aydındır. Bizim 2022-ci ildən enerji sahəsində tərəfdaşlıqla bağlı bir memorandum imzalamışıq. Avropa Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır. Biz gələn illəri Avropa İttifaqını deməli 20 milyard kubmetr qazla təchiz eləməliyik və cənab prezident də bu günlərdən çıxışında qeyd elədi ki, bu il 2026-cı ildə yeni yataqların işə verilməsi, yeni yataqlardan istehsal gözləyirik və 2-3 il ərzində minimum daha 10 milyard kubmetr qaz istehsal etmək istəyirik. Bugün Azərbaycan 25 milyard kubmetr qazın satışını həyata keçirir. Onun yarısından çoxu Avropa ölkələridir və 10 Avropa ölkəsinə biz deməli qaz göndərir. İndi Çexiya da bizdən qaz alma niyyətini ortaya qoydu. Onun baş naziri bu niyyəti ifadə elədi. Belə çıxır ki, Avropalı parlamentarlar oturduqları ağacın budağını kəsirlər. Deməli, bir çox hallarda onlar öz deməli bu Avropa İttifaqının 550 milyon əhalisi olan Avropa İttifaqının mənafiyindən və marağından deyil, öz ciblərinin və mədələrinin gözü ilə prosesləri qiymət vermək istəyirlər. Ona görə soruşacaqdım ki, onlar öz budağın, o budaqda mı otururlar, yoxsa başqa budaqda otururlar? Elçimən, bu addım atanda bir güzgüyə bax, addımını atda. Bu günlər yaxın orta şərqdən milyonlarla insan didərgin düşüb. Milyonlarla deməli insan qətlə yetirilib. 100 minlərlə insan öldürülüb, milyonlarla insan yaxınlarını itirib, evlərini, eşikləri dağıdılıb, başsız qalıblar. Hamısı da əksəriyyəti üst tutublar Avropaya. Səbəbkar kimdir? Səbəbkar qəribin özüdür və onların yeritdiyi siyasətdir və Avropa Parlamenti, Avropanın da burada böyük payı var və nəticə itibarilə bu günləri insan haqlarından, hüquqlarından, nə bilim ermənilərin hüquqlarından və s. danışanlar birinci baxsınlar ki, 100 minlərlə insanı qətlə etmirsən, milyonlarla insanın taleyi ilə oynamısan. Buna qiymət ver, bu məsələyə öz münasibətini bildir. Amma təəssüf ki, biz bunu görmürük və görünür ki, həqiqətən də bu günləri Avropa Parlamenti Ermənistan parlamentinin etmədiyini edir. Ermənistan parlamenti bugün Azərbaycanın münasibətləri normallaşdırmaq niyyətindədir. Sentyabr, deməli bu ayın aprel ayının 17-sində İstanbulda Azərbaycan parlamentinin sədri xanım Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Sümanyan arasında görüş keçirildi. Demək olar ki, bütün fundamental məsələdə ortaq mövqe, etimad mühitin yaxşılaşdırılmasından bağlı eyni mövqe
və sülhə gedən yolda real addım atmaq niyyəti ortaya qoyulur. Belə olan vəziyyətdə Avropa Parlamenti isə bunun heç birisindən bəhs eləmir, bir mövqe ifadə eləmir, Bəli. tarixi Vaşinqton razılaşmalarından bəhs eləmir, paraflanmış müqavilədən danışmır. Sanki bu parlament üçün sülh lazım deyil. Cənubi Qafqazda həmişə ixtişaş olsun, həmişə xaos olsun, idarə olunan xaos vəziyyəti yaratsınlar.